Son anda Azad Hanım inanıram ki elin oradan çıkacak PKK'dan. Ben buna inanıram. No 8 bini. İnşallah 3x'i də boşa verdik. Sağ olun, çox sağ olun. Allah sizdən razı olsun. Salam aleyküm de veteran. Tarana, sağ ol Tarana. Heç nə olmadı, məndə heç nə atmadılar. Kapitan da... Bunda da binler inecekti. Ne oldu? Niko internete attı, winler gitti. Doğrudan. Bir daha. Növbəti hədəfdənsən. Aza! Mati. Altı. Nasılsın Aza? Aza. Altı. Telefonla başlamışdın, getdi. Oyuna girirəm axı. Gözdən Aza, bir dənə qəbul elə Az. Yox, mən PK'dayam. Yaxşı. Let's go one game. İyiyim. One game. I have to go. Okay, let's go. Ayda. Başlayır, girir Çalab yəni tıklamayı başlayır. Qabul eləyəmirdim. Getdi winlər, məndə bir dənədir. Doğrudan. Haa, getdi winlər. Çalab tıklayaq. Ama bir oyun olardı. tıklamaya bak. Ama sonuçta İnşallah. adalet sözünü dedi. Adalet sözünü dedi. Ben hiç eləmədim. Ya ben onsuz da mən üçün önəm kəsb eləmir. Win mən üçün böyük bir önəm kəsb eləmir. Canım abi necəsiniz? Bu günləri sizin hansı suallarınız olacaq? Çok güzel. Vallahi var olun. And ol Allah'a var olun. Allah Teala mənim kişi yarattı. Ya bu kadar da yok. And ol Allah'a. Yani mən də zövksüz yaradım. Sağ ol. Ay kadın. Gözəl insanlar, bizi izləyənlər, hər birinizin axşamı xeyir olsun. Radar reality showsuna baxırsınız. Bugünkü bizim finalçılarımız Anar bəy və Xan. Dünənləri mən yayımda onunla çox maraqlı söhbətlər gedirdi orada. İndi bu günləri onlar haqqında, yəni mən belə bir şey deyim də, artıq kütlə öz qərarını verib ki, maşın kimindir. Azam. Yəni deyim biləsiz, hə. Kütlə artıq verib, hətta kimlə kim düşəcəksə onu da deyib. Yəni kim finala qalacaq, kim nə bilim Türkiyəyə gedəcək, kim o hara gedəcəkdir ora. yəni sadəcə deyirlər də yəni onu. Sponsorlarımızı deyək, Murad bəy. Sponsorlarımızı deyək. Bizim baş sponsorumuz Havaldır. Haval Julien avtomobildir. Yəni birinci yerin sahibinə nə? Jolia. Arif deyir ki Jolia. Jolia nədir ki dodağı düşdü. Jolia. Nədir? Julien. Hər nədə Jolion dedik də. Allah yanında yaxşı da. Birinci yerin sahibinə avtomobil Havaldan təqdim olunur. Bizim digər sponsorumuz Bizon Enerjidir. Yəni masalarda görürsünüz. İçirlər, şirə dönürlər. Anar mənim o qədər içib ki, şirdir. Bizonun şiri.
Digər sponsorumuz Baku Power'dır. İndi çıxacaq. Çıxırlar necə? Hə. Powerbanklar çıxır gəlir. Təşəkkürümüzü bildiririk Gilavar restoranına. Gənə bunlar gəlirlər orada yemək yeyirlər. Mən gənə ac qalıram. Bir dönər yemişəm ancaq. Yəni olmaz da belə. Nə? Doğrudan. Yavaş-yavaş danışırım da qardaşım. Mən bir də Murad Emedi. Hə? Eme parfümə dərin təşəkkürümüzü bildiririk. Masalarda var artıq. Mən gördüm. Murad bəyin kompaniyası. Qabayaq göstər. İçəri gəlir kimi ab-hava dəyişib. Yəni iyi. Qəşəng iyi var burada. Hansı sponsorlardan çıxdı? Atlas Travel'a dərin təşəkkürümüzü bildiririk. Atlas Travel'a. İkinci və üçüncü yerin sahibinə 2 nəfərlik bilet təqdim edəcək və Zeynallı MMC-yə. Bax bu gözəl studiyanın tərtibatına görə, görün, dizaynına baxın, qurban olanım. Patoloqa bax, patologlustur. Nə? Nə gözəl patolog da bu. Zeynallı MMC-yə dərin təşəkkürümüzü bildiririk. Premerlistur. 800 050 ilə əlaqə saxlayın. Bir kəlmə deyin, gəlsinlər, ölçsünlər, bilsinlər. Hələ bax bu dəqiqə yığın. Hələ bu indi yığın deyin, zağır deyib. Mənə 7 saat 5 dəqiqə bilirlər, niyə Zeynal yığımdır, hə. Yığın deyin, problem yoxdur. Gələcəklər, ölçəcəklər, biləcəklər. Uzağı bir həftəyə 10 günə hazırlayıb gətirib təqdim edəcəklər sizə. Bütün sponsorlarımıza dərin təşəkkürümüzü bildiririk və biz başladıq. Nizat gəlirsən? Yox, gəlmir. Deməli, bir daha keçin bir tərəfə, Anar müəllimdən başlayaq da. Xanlardan Anar müəllim başlasın. Yox. Diyan da Anar müəllim, diyan da. Salam, axşamınız xeyir olsun. Artıq 3-cü dəfədir. Burada əyləşdik. Düşünürəm ki, 3-cü dəfə artıq son dəfədir. Bəş edər məncə. Bəş edər. Nə? Tosun nədir? Xahiş edirəm, bizim arxa planda olan iş heyətimizi Arif bəydir, Murad bəydir, İbişdir, səs rejissorumuzdur. Hər bizi öpürük, bağrımıza basırıq. Gəldi bura. Hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir olsun, hörmətli bizi izləyən 4400 insan axşamı xeyir olsun. İnşallah ki, xoş bir oyun gedər. Ən azı bir izləyicilərə kobud rəftar və yaxud nəsə başqa bir şey olmaz, negativ enerji ötürməliyik. İnşallah ki, özümüzdə olan pozitivlikdən sizə də ötürərik. İnşallah Anar bəyə də uğurlar arzulayıram. Özümə də ən azı sevinirəm ki, buradan hansısa qadın tərəfindən və yaxud qadına bənzər hansısa kişi tərəfindən uzaqlaşdırmıram. Qadına bənzər kişi tərəfinədir. Getsəm belə bir özünə hörmət edən bir kişi tərəfindən uzaqlaşdırılacağam. Bundan bura kimi gəlməyin özü də bir mənim üçün uğurdur. Bura gələndə mən düşünmürdüm 5-liyə kimi gələrəm. Gəlmişəmsə bu mənim dostlarımın biraz şansımın bəhrəsidir ki, bura kimi gəlmişəm. Bir də qurban olduğum Allahın məsləhətidir ki, bura kimi gəlmişəm. Əgər gözlərdə sədaqət varsa, sözlərdə heç vaxt dürüstlük olmaz. Təşəkkür ederim. Danışırsan necə? Yox, danışmır. Yəqin ki, Anar müəllim, bu dünənki kimi olmayacaq da. Yəni, mənə gəlir ki, xan bu günləri səsləyəcək. Çünki dünənləri Gəncəli dedi ki, mən istəmirəm. Mən getmək istəyirəm və ona görə də heç bir dəstəkçimdən səs istəmirəm. Siz necə düşünürsünüz? Aslında mən də istəmirəm səs, amma yenə də mənə çaşdıra bilərlər. Bilmirəm, yəni açıq mən bizə dəyər verən insanların bu qədər etdiklərindən sonra mən burada səs istəməyim bu məntiqə uyğun deyil. Yəni mən istəmərəm, yəni. Xan dediyi kimi də həmçində elə mən də 5-liyə qədər çatmışıqsa heç bir dəstəkçi, sadəcə dostlarımıza güvənərək və təbii ki, Allaha ümid edərək